Bugün Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, aprel döyüşləri iştirakçısı, 2-ci Qarabağ müharibəsi şəhidi Mehrab Niftəliyevin doğum günüdür. Şəhid Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. Şəhidimizin döyüş yoldaşı, xüsusi təyinatlı mənsubu, qazi, xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə onunla bağlı paylaşım edib. Silahdaşım, qəhrəman qardaşım, şəhid Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyev, bugün Mövlud günündür. Səninlə keçirdiyimiz çətin və unudulmaz günləri, xoş xatirələri heç zaman unutmadıq. Səninlə bağlı yazılacaq xatirələr bir kitaba belə sığmaz. Ruhun şad olsun qəhrəman qardaşım. Sən daim qəlbimizdə yaşayacaqsan. Bəhruz Məmmədzadə həmçinin paylaşdığı məlumatda qeyd edib. Mehrab Niftəliyev 2016-cı ilin 25 aprel tarixində baş verən aprel döyüşlərində savaşıb. Azərbaycan ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra Cəbrayılın azad olunmasına görə medalına layiq görülüb. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra Füzulinin azad olunmasına görə medalı verilib.